Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan. Salam və vaxtınız xeyir olsun dəyərli Yüzdəki Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Qeyd etdiyim kimi çəkiliş qrupumuz Qax rayonundadır və Qax rayonun şəhidlərini, doğularını sizə tanıtmağı özümüzə borcluyuq. Gördüyünüz boyu antiterror əməliyyatı şəhidi Bilalov Sərxan İsmətoğlunun yaşamış olduğu evidir. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi bugün Qax rayonunda şəhid gizirimiz Bilalov Sərxan İsmətoğlunun evində onun ailəsinin ziyarətindəyik. Və İsmət antiterror əməliyyatı şəhididir. O qəhrəmancasına döyüşüb. Öz BMP'si ilə ermənilərin içində bir qorxu yaradan, ürəyinə qorxu salan bir gizirimiz olub. Amma çox təəssüf ki, erməni mənfurlarının, erməni vəhşilərinin vətənimizdən, torpaqlarımızdan qovulduğu anlarda yaralı bir şirə dönmələri və bizim üzərimizə, əsgərlərimizin üzərinə od alıb yandırmaları nəticəsində onların özləri kimi mənfur raketləri şəhid gezirimizin idarə etdiyi BMP-nin üzərinə düşür. Və təəssüf ki, şəhidimiz orada qəhrəmancasına həlak olur. Və gördüyünüz bu hərbi baş geyimi həmin yanmış BMP-nin içərisindən qalan şəhidimizin baş geyimidir. Çox ağırdır dəyərli tamaşaçılarımız. Bizim üçün də, çəkiliş qrupumuz üçün də bu ailələrdə olmaq, şəhidlərimizin həyatı ilə daha yaxından tanış olmaq və o ağrıları bu ailə ilə birlikdə yaşamaq bizim üçün də çox ağırdır. Ancaq unutmayaq, unutturmayaq deyirik. Şəhidlərimizi, igidlərimizi xalqımıza daha yaxından tanıtmağa və onların xatirəsini əbədi olaraq ehtiramla yaddaşlarımıza həkk etməyə özümüzü borçlu bilirik. Dəyərli tamaşaçılarımız, bugün şəhid gezirimizin həyat yoldaşı, ömürlük yoldaşı, iki oğlunun anası ilə həmsöhbət olmaq. Düzdür, onun acılarını yenidən canlandırmaq, xəyallarına getirmək, o acılar təbii ki, heç bir zaman unudulmur, amma o yaraları təzədən daşımaq istəməsək belə. Amma yenə də qeyd edeyim, şəhidlərimizi tanıtmaq özümüzə boş bilirik. Aynə xanım, həyat yoldaşınızı, ömürlük yoldaşınızı itirdiniz. Sol yanınız boşdur. Və mən istərdim ki, siz Sərxansız keçən bu günləri az da olsa, acılı da olsa bizimlə bölüşəsiniz. Buyurun. Sərxan antiterrordan 2 gün qabaq evə gəlmişdi. Onları işdən buraxmışdılar ki, gedin ailenizlə sağollaşın, amma bu barədə mənə heç nə deməmişdi. Mən dəfələrlə soruşdum və sən gələ bilmədiyindən, necə oldu gəldim, demədim. Belə gəldiyi gündə də Sərxan belə tanıyanlar bilir, çox zarafatçıl, şən, uşaqlarla başqa cürə, nə qədər yoğun olsa da gəlib, vaxt keçirən birisi idi. Amma həmin gün gəldiyi gündə sifətində adını qoya bilmədiyim bir ifadə var idi. Hansı ki, mən onu indi başa düşürəm, özündən sonra. Mən nə qədər soruşdum, nə olub, sən niyə beləsən? Dedi ki, işin yorğun çoxdur, onu belə biləyim. Amma sifətində bir durğunluq var idi. Elə üzümə baxırdı, ancaq üzümə baxırdı, elə ki, nəsə demək istəyirdi, amma demirdi. Sonra getdi, antiterrorun səhərsi günü biz danışdıq, onunla zəng olmuşduq. Danışdıq, sağollaşdıq, amma heç vaxt elə danışmırdı da. İlk dəfə idi, yəni onun belə sağollaşdığını görürdüm. Uşaqları tapşırdı, özünə yaxşı bax dedi. Salamatçılıq olsa görüşərik, belə demişdi. Və biz danışandan ardasa bir neçə saat sonra Sərxan şəhid olubdu. Və mən bunu bilmirdim, amma hiss eləmişdim. Elə bir ki, buramda nəsə belə var idi, bir ağrı var idi, belə nəfəs ala bilmirdim. Bizim ailəvi tanışımız var idi, mən onlara getdim, oradan bizim Yeçeridə qalırdı. Onlar da bilirlərmiş, amma demədi, orada mənə demədi. Amma mən
elə bir ki, xəbərim olmasa da bir hiss eləmişdim ki, nəsə olub da, belə, elə bir ki, belə boğulurdum, nəfəs alırdım. Mən Sərxanın şəhid olduğunu, 19-u şəhid olub, 26-sı onu bura rayona gətirdikləri günü səhərdə bilmişəm. Elə gətirən günə kimi də ümidlə gözləmişəm. Deyirdim ki, yaralıdır da, hospitaldadır, haradasa, yəni, xəbər çıxacaq da, sağ xəbər çıxacaq. Amma təəssüflər olsun ki, belə olmadı. Ondan sonra, yoxluğundan sonra da belə deyim, çox çətindir həqiqətən hər şey. Hər dəqiqə, hər an yeri görünür. Unutmaq çətindir, yəni yaşanılası kimi bir həyat deyil, acı deyil, belə deyim. Çünki insan, yəni kim olursa olsun, ailə quranda heç vaxt düşünmür onun ailəsinə nəsə olacaq. Belə ümidlə, arzu ilə yaşayır. Bizim arzularımız belə yarımçıq qaldı. Yəni, mənim üçün həqiqətən çox çətindir. Uşaqlarım, elə olur ki, bir sual verirlər, cavab tapa bilmirəm suallarının qarşısında. Nəsə ötüşdürürəm də, belə cavab tapmıram, ona görə də heç nə demirəm. Amma, məsəl üçün, uşaqlar gəlirlər, deyirlər, ana, filan kəsin atası gəlmişdi məktəbə. Filan kəs deyir ki, atam mənə filan şey almışdı, atam məni filan yerə aparacaq. Həqiqətən bunları eşidə yaşamaq çox çətindir. Yəni, bizim ətrafımızda da tanıdığımız şəhid ailələri var və mən baxıram uşaqların hamısına, elə ki, o hamısında şəhid uşaqlarının gözlərində kədər var. Yəni, onlara heç niyə cəlb eləmək olmur əyləncəyə. Nə qədər də əylənsələr də belə onları biz özümüz çalışırıq, yəni analar olaraq əyləndirməyə, belə vaxtlarını xoş keçirməyə, amma görürsən ki, belə biraz, yəni bir-iki dəqiqəlikdə belə, sonra elə ki, uşaqlara nəsə olur, belə çəkilirlər kənara, bir qəm çökür üzlərinə, sifətlərinə. Yəni, bunları görə yaşamaq həqiqətən də bizim üçün çətindir. Anlayıram, çox doğru buyurursunuz bacım. Nəinki övladların, şəhid ailələrinin, şəhid xanımların da gözlərində o kədər var. Çox təəssüf ki, o kədəri dəyişmək gücündə deyilik, amma təsəllimiz var, onlar qəhrəmandırlar. Onlar əbədi yaşayacaqlar. Allah sizə səbir versin. Allah sizlərə güc, qüvvə versin. Qəhrəmanımızın iki əmanətini layiqincə, təbii ki, onlar atalarına layiq övladlardırlar. Buna şübhəm yox. Və layiqli bir övlad olaraq xalqımıza bəxş edəsiniz. Təşəkkür edirik sizə. Allah bir daha səbir versin. Təəssüf ki, əlimizdən gələcək bir şey yoxdur. Onların xatirəsini yaşatmaqdan, ehtiramla yad etməkdən başqa gücsüzlük. Çox sağ olun. Siz də gəlirsiniz, yad edirsiniz. Şəhidlərimizi, yəni müəyyən kütlə tanıyır, amma belə çəkilişlər olanda, paylaşılanda, yayımlananda, efirlərdə tanımayanlar da tanıyırlar. Yəni bu dəqiqə bizim üçün yəni əsas olan odur ki, yəni bizim şəhidimiz daha çox tanınsın, onun adı bölgələrdə daha çox hallansın. Çox sağ olun. Siz sağ olun, sağ olun. Dəyərli tamaşaçılarımız, qeyd etdiyim kimi Qax rayonunun şəhidi Gizir Gülalov Sərxanın evində, onun ailəsinin ziyarətindəyik. Və ana ilə kadr arxası xeyli söhbət etdik. Acılarını sözlə ifadə etmək mümkün deyil, amma yenə də ana ilə sizə tanış etmək, Sərxanın uşaqlıq illərindən, gənclik illərindən ən yadda qalan xatirələrini, onun xarakterinin ən çox hansı sahədə inkişaf etdiyini ananın dilindən eşitmək istəyirik. Xoş gördük ana, özünüzü təqdim edin. Allah Gülalov Əliyeva Bəyərçi qızı, antiterror şəhidi Gülalov Sərxan anasıyam. Sərxan çox cəsur uşaq olub, yəni uşaqlığından şuluqluqda olmuşdur, amma çox belə igidliyi olan uşaq idi, diri uşaq idi. Çox qəşəng səsi var idi. Mən həmişə oxuyardı, mahnılar oxuyanda qonşular bir də onun musiqi məktəbi var.
Musiqi məktəbinə oğlan nəyinə gedibdi? Qəşəng səsi var idi. Hər yıl onu özüm aparmışdım. İşləməyə istəyirdi. Əskərdən gələndən sonra gizirliyə apardım onu. Voyinkomatdan sənəd verdim. Yəni öz əllərimlə aparmışdım. Bəli, ana, anlayırıq, başa düşürük. Övlad ananın can parçasıdır. Övladın bir əlinə, bir barmağına bir şey olanda ananın canı yanır. Acılarınızı yenə də deyirəm, sözlə ifadə etmək çətindir, mümkünsüzdür. Amma bugün oğlunuzla fəxr edirsiniz. Çünki siz şəhid anasısınız və bir gün əlindən tutub hərbi komissarlığa aparıb, hərbidə çalışması istədiyiniz oğlunuz bugün artıq Azərbaycan oğludur. Bir millətin, bir xalqın, bir rayonun, bir şəhərin qəhrəmanıdır və hər zaman şəhid ailələrində olduğum zaman mən onu hiss edirəm. Bir daha qeyd edim, bəlkə də bu təkrarçılıqdır. Onların hamısı seçilmişlər idi. Şəhidlik elə bir müqəddəs zirvədir ki, ora hər adam ucala bilmir. Və siz xoşbəxt anasınız ki, o zirvəyə övladınız ucaldı. Ağır olsa da, acı olsa da, övladınız o zirvədədir və o zirvəyə hər insanın əli ucalmır. Bugün şəhidimizin vətənə əmanət həyat yoldaşı var, övladları var və sizin gücünüz, qüvvəniz bunlardır, təsəlliniz onlardır. Mən elə bir ki, ancaq onlar üçün demək olar, yaşayıram. Yaxşı ki, uşaqlar heç olmasa ondan yarı qalan uşaqları var. Sərxan işində də çox məsuliyyətli uşaq olub. Yəni, heç vaxt ondan bir nöqsan eşitməmişdik işlədiyi müddətdə də. Çox məsuliyyətli idi uşaq. Həm ailəsinə, həm uşaqlarına, yoldaşına, işində hər tərəfli, yəni o qədər diqqətli idi ailəsinə də çox, yəni. Bəli, dəyərli tamaşaçılarımız, bugün qəhrəmanlıq salnaməmizin, qəhrəmanlıq tariximizin Sərxan adlı bir səhifəsini vərəqlədik. Sizinlə Sərxanı daha yaxından tanıdıq və onu tanıtmağa, əbədi olan ömürlərini daha da əbəd etməyə, haradasa kamera lentinə köçürdüb yaddaşlarda saxlamağa çalışdıq və onsuz da igidlərimiz, şəhidlərimiz bir qəhrəmandırlar. Onlar Azərbaycan xalqı durduqca, Azərbaycan tarixi yaşadıqca xalqımızın, millətimizin yaddaşında yaşayacaq övladlardır. Və bugün hal-hazırda şəhid və qazi ailələrinə diqqət və qayğı hər birimizin borcudur. Bir də onu qeyd edim. Və mən xüsusi olaraq Qax rayonunun icra hakimiyyəti başçısına, icra hakimiyyəti strukturuna, Qax ictimaiyyətinə və Qax əhalisinə sonsuz təşəkkürümü bildirirəm və bizə göstərdikləri dəstəyə görə, köməyə görə bir daha xüsusən icra hakimiyyəti strukturunun əməkdaşlarına təşəkkür edirəm. Sağ olsunlar, var olsunlar ki, bu ailələri hər zaman diqqət və qayğıda saxlayırlar. Çünki ürəyi yaralı anaların, ataların, doğmaların təsəllisi bu an ancaq mənəvi təsəllidir. Və o mənəvi təsəlliyə onların borcu var. O təsəllini onlardan əsirgəməyək. Allah şəhidlərimizə rəhmət etsin, ana. Allah sizə səbir versin. Allah sizə ömür versin ki, o əmanət olan övladları böyüdüb başa çatdırasınız. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Yəni, bu övlad itkisi çox ağır dərddir. Ancaq bu şəhid olmağı elə bir azsa da biraz qürur vericidir. Təsəllidir bizim üçün ancaq. Bütün Azərbaycan şəhidlərinə rəhmət eləsin. Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Bütün analara, atalara Allah səbir versin. Yoldaşlarına da Allah uzun ömürlər versin. Övladlarını böyütüb bir yana çıxarıb versinlər heç olmasa. Təşəkkür edirəm. Əllərinizdən öpürük. Sağ olun. Gəldiyinizə görə təşəkkür edirəm sizə də. Biz sizə təşəkkür edirik. Haqqınızı halal edin. Allah sizə ömür versin. Sağ olun. 102 Xəbər İnfo və İnform Xəbər TV-nin rəhbəri Azər Qudaylıoğlu, müxbir Nəzakət Kamal qızı, operator Seymur Sahiboğlu, Qax rayonu.